Bu sualın həlli çox sadədir. Sualı həll etmək üçün vektorların kollinearlik qaydasını bilməliyik. Kollinearlik qaydası da belədir ki, uyğun koordinatların nisbəti bir-birinə bərabərdir. Yəni bu nə deməkdir? 1-in -2-yə nisbəti bərabərdir m-in 3-ə nisbəti bərabərdir -2-nin n-ə nisbətinə. Biz bu ikisini əvvəlcə götürək və bu ikisindən m-i tapaq. M bərabərdir -3 bölünsün 2 və m-in qiymətini tapdıqdan sonra gətirərik yerinə qoyarıq. -2-də 3 bölünsün 3 bərabərdir -2 bölünsün n-ə. Buradan da n-i taparıq. N bərabərdir 6 bölünsün 2-də 3 vurulsun 3-də 2 deməkdir. Bu da eləyər 4. Deməli, həm n-in, həm də m-in qiymətlərini tapdıq və bizdən m-in hasilini tapmaq tələb olunur. -2-də 3-ü vurmalıyıq 4-ə. Bu da eləyər -6. Doğru cavabımız C variantı.